Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Sual işarəsinin yerinə uyğun gələn ədədi tapın. Baxırıq ki, bizə cədvəl verilir və bu cədvəldə ABC dəyişənləri plus və rəqəmlər verilir. Cədvəldən gördüyümüz kimi B plus A 20-yə, C plus B 32-yə, A plus C isə 28-ə bərabərdir. Və bu verilənlərdən istifadə edib A plus B plus C-nin neçəyə bərabər olduğunu tapacaq. İlk öncə verilənləri yazaq. A plus C 28-ə bərabərdir. A plus C bərabərdir 28. Sonra B plus A plus B 20-yə bərabərdir. A plus B bərabərdir 20. Və C plus B bərabərdir 32. C plus B bərabərdir 32. Bu üç tənlikdən A-nın, B-nin, C-nin neçəyə bərabər olduğunu tapaq. A plus C bərabər 28-dirsə, A bərabərdir 28 minus C-yə. minus C-yə. Burada toplanan cəm, toplananlardan biri bərabərdir, cəmdən digər toplananı çıxırıq. Və bu A bərabərdir 28 minus C-yə, biz ikinci tənliyimizdə A-nın yerinə 28 minus C-ni yazırıq. 28 minus C plus B bərabərdir 20-yə. Və buradan B minus C-nin bərabərdir 28. Mötərizənin sağ tərəfinə keçəndə mənfiləşir və mənfi 8-ə bərabər olduğunu, mənfi 28-dən də 20-ni toplayanda mənfi 8-ə bərabərdir. 20 minus 28, o da mənfi 8-dir. Deməli, tapdıq ki, B minus C mənfi 8-ə bərabərdir və C plus B isə 32-dir. Biz bu tənliyi ilə bu tənliyi toplasaq, onda C plus B plus tənliklərin bərabərliklərin sol tərəfini 1 toplayırıq, sağ tərəfini 1 toplayırıq. Deməli, C plus B plus B minus C bərabərdir 32 plus mənfi 8-də 32 minus 8-ə yaza bilərik 8 kimi. Deməli, tapdıq ki, buradan, bu tənliyimizdə C-dən C çıxanda C-lər gedir. B-nin üstünə B gələndə edir 2B. 2B bərabərdir 32-dən 8 çıxanda 24. Buradan da B bərabərdir 12-yə. Biz B-nin 12 olduğunu tapdıq. B 12-dirsə, A plus B 20-dirsə, B 12 olanda A da 8-ə bərabərdir. A bərabərdir 8. Və B 12 olanda C plus B də 32-dirsə, onda B 12-dir, C 20-yə bərabərdir. C bərabərdir 20. Və A plus B plus C də A-mız 8 plus B-miz 12 plus C-miz 20, bu da bərabərdir 40-a. 40 da bizim C variantına uyğun gəlir. Dostlar, testlə bağlı hər hansı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.